Hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilər, bugün sizə Masazır qəsəbəsində əsas yoldan təxminən 150 metr məsafədə gördüyünüz bu həyət evini çəkib təqdim edirəm. Həyət evinin giriş hissəsindən təqdimata başlayırıq. Deməli, giriş hissədən darvaza hissə, gördüyünüz həyət hissə, belə bir həyət yanı sahəsi var. Gördüyünüz kimi bu sahə hamısı evə aiddir. Meyvə ağacları var. Alan adam burada hər cürə şəraiti qura bilər, meyvə ağacları əkə bilər. Belə bir boşluq hissə var. Həyət evinin hər tərəfi görürsünüz. Bina tam olaraq gördüyünüz şəkildədir. Bütün otaqların hamısının pəncərəsi var, məsafə var. Gördüyünüz kimi. Bəzi həyət evlərində olduğu kimi, yəni bina bir-birinə yapışıq vəziyyətdə deyil. Görürsünüz, əhatəsi tam açıqdır. Bu hissə həyət hissəsidir. Keçək indi həyət evinin daxil otaqlarını təqdim edək. Baxın, qarşıda belə bir hissə var. Həyət hissəsi, kombisi qoyulub. Belə bir həyət evidir. Hər tərəfə həyət evinin, dörd tərəfinə də məsafə var. Digər həyət evlərinə məsafə var. Giriş hissə daxil olur həyət evinə. Dəyərli izləyicilər, buradan daxil olur həyət evinə. Giriş hissədə gördüyünüz kimi kiçik bir koridor, əl yumaq üçün yer, hamam sanitar qovşağı. Giriş hissələri evin girişində. Belə bir kiçik koridor hissəsi var. Koridor hissədən daxil olur mətbəx hissəyə. Burada mətbəx hissədir. Mətbəx hissədir. İşıqlı mətbəxi var. Otağın kvadrat metrinə uyğun mətbəx yerləşir. Gördüyünüz mətbəx. Daxil oluruq digər otağa. Belə bir böyük digər birinci otaq. Belə bir gördüyünüz kimi otaq. Otağın pəncərələri var. Pəncərələrlə də dəyərli izləyicilər məsafə var. Baxın, belə bir otaqdır. Növbəti otaqları təqdim edək. Növbəti belə bir otaq var, ikinci otaq. Görürsünüz, bu otağın da çölə pəncərəsi var, işıqlı otaqdır. Qeyd elədiyim kimi, bütün otaqlar, bütün bina ətrafı boşdur, məsafə var. Növbəti bir otağı təqdim edək. Növbəti otaq, üçüncü otaq. Belə bir otağı var. Bu da otaq gördüyünüz kimi işıqlı otaqdır. Həmçinin otağın çölə pəncərəsi var. Bəzi izləyicilərimiz irad bildirir ki, otaqlardırsa təbii ki, pəncərəsi olmalıdır. Bəzi həyət evlərində, yəqin ki, görmüsünüz, həyət evlərində pəncərələr divara yaxın məsafədə inşa olunur. Yəni, bu evdə belə bir problem yoxdur. İndi ev barədə qısa məlumatları sizə çatdırım. Deməli, gördüyünüz ev Masazırın əsas yolundan, Masazır təxminən 150 metr məsafədədir. Əsas ana, Masazır qəsəbəsini bilirsiniz, bir dənə əsas ana yolu var. Həmin yoldan 150 metr məsafədədir. Torpağın çıxarışı, evin çıxarışı var, paket qupçadır. Evin sahəsi 77 kvadrat metrdir, 3 otaqdan ibarətdir. 2 sota yaxın bir sahədə tikilib. Qaz, işıq, kombi, mərkəzi kanalizasiya sistemi var. Şəxsi mülkdür. Həyət evinin qiyməti dəyərləndirilir 70.000 manat. Səhifəmizdə qeyd olunan nömrə ilə əlaqə saxlayıb, bu təqdim elədiyimiz həyət evi barədə ətraflı məlumat ala bilərsiniz. Sağ olun, Allah amanında.